Əllərində silah, qarşıda düşmən, ürəklərində isə vətən sevgisi. Onlar gözlərini qırpmadan, gecə və gündüz demədən vətən torpaqlarını müdafiə edirlər. Hətta canları bahasına olsa belə, düşmənə layiqli cavab verirlər. Xəzər xəbər ön cəhbənin Qazax rayonu ərazisindəki hərbçiləri ziyarət edib. Artıq hərbi geyimlərimizi də geyindik, düşmənlə üzbəyiz mövqeyə, ön cəbhəyə getməyə tam olaraq hazırıq. İndi komandirimizin rəhbərliyi altında yollanacaq Səngərə. Komandir, gedə bilərik? Buyurun. Bir müddət asfalt yolla getdikdən sonra torpaq örtülü yol çatır və artıq Səngərə yaxınlaşırıq. Hal-hazırda biz Qazax rayonunun Məzəm kəndi ərazisindəyik. Yolumuzun yarısını avtomobillə gəldik, amma söylənənlərə görə bundan sonra avtomobillə hərəkət təhlükəli olduğundan avtomobillərimizi orada saxladıq və qalan yolu ayaqla getməyə davam edirik. Geniş ərazi getdikcə daralmağa başlayır və Səngərə daxil oluruq. Müşahidə nöqtəsindən baxdıqda cəmi 40-45 metr aralıda erməni postları və ondan da biraz irəlidə artıq erməni kəndlərini görmək mümkündür. Bizə verilən məlumata görə həmin kənd əvvəllər Azərbaycanın Qızılhazlı kəndi olub ki, müharibə nəticəsində kəndin yarısı bizdə, yarısı isə erməni tərəfdə qalıb. Azərbaycan tərəfdə olan ərazi neytral ərazi, təhlükəli ərazi olduğundan sakinlər buradan köçürülsə də Ermənistan vətəndaşları hələ də orada yaşamağa davam edirlər. Hərbçilər düşmən mövqeylərini gün boyu nəzarətdə saxlayır, tez-tez erməni tərəfdən pozulan atəşkəsə cavab verirlər. Çətin deyil ki, Səngərdə xidmət eləmək? Xeyr, çox asan. Nə çətinlik var ki? Vətənimizi qoruyuruq. Anamızı, bazımızı, torpağımızı qoruyuruq. Neçə metr qabaqda ermənilərdir? Qabaqda təxminən 30-40 metr ermənilərdir. Onlardan da biraz özü erməni kətləridir. Görürsünüz, yəni erməni kətlərini müşahidə edirsiniz? Bəli, olur, müşahidələr olur. Mən Səngərdə olduğum zaman müşahidə edirəm erməni kətlərini. Gün boyu Səngərdə xidmət edən əsgərlər isə bu tipli yataqxanalarda qalırlar. Yataqxanalar vaqon tiplidir və tamamilə yenidən təchiz olunub. Yataqxananın girişində milli qəhrəman Mübariz İbrahimovun rəsmi və onun haqqında qısa məlumat yer alıb ki, bu da əsgərlərdə ruh yüksəkliyi yaradır. Yataqxananın tərkibində isə gördüyünüz kimi əsgərlərin istirahət etməsi üçün bütün şərait yaradılıb. Hətta əsgərlər ölkə gündəmini təqib etməsi üçün burada televizor da qoyulub. Azərbaycan gənci olaraq mən fəxr edirəm ön cəbhədə qulluq etdiyim üçün. Bu yolda mənim ən böyük özümə nümunə bildiyim şəxslərdən biri Mübariz İbrahimovdur.